Küçədə çökmə baş verib. Dərinliyi kifayət qədərdir. Sakinlər deyirlər ki, sutkanın qaranlıq vaxtı bura insan düşsə, faciə baş verə bilər. Bura Xətai rayonu Kənd Əhmədli Elşən Süleymanov küçəsidir. Küçədə yol örtüyü çöküb. Hadisə dünən günorta saat 12 radələrində baş verib. Hazırda həmin ərazi lenta ilə əhatəyə alınıb. Sakinlərin sözlərinə görə ərazidə minik maşını keçəndən sonra yolun bu hissəsi qəfil çöküb. Burada belə bir problem yox idi deyənə kimi. Həmişə də bu yolu gedib gələn adamlarıq da. Buradan dünən mən işdən gəlmişəm evə, oğlum deyir ki, mama, bəs bura maşın keçəndə təkərin biri batıbdı. Bildirildi ki, intensiv yağışlardan sonra küçənin bir çox hissəsində asfalt örtüyü çöküb. Yolun səthi deformasiyaya uğrayaraq kələkötür vəziyyətə düşüb. Bu yol, oralar hamısı qabarıb. Beton, asfalt yerindən oynayıb. Yəni üstündə gəzəndə hətta bilinir ki, əsnə idi. Ondan yuxarı yolun o tərəfində lap bərbad haldadır. Düzdür, indi orada yağma yoxdur, amma bugün sabah orada da əmələ gələcək. Problemin konkret olaraq nə vaxt aradan qaldırılacağını iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən öyrənməyə çalışsaq da, qeyri-iş günü olması səbəbindən rəsmi açıqlama əldə edə bilmədik. Sakinlər isə yaranmış vəziyyətin daha ciddi fəsadlara səbəb olmadan qısa müddətdə həll olunacağına ümid edirlər. Aytən Fehruz Vüsal Hüseynov, Xəzər xəbər.